İnsan qidanı ərsiyə gətirər, qida da insanı tamamlar. Atabəy çiğ köftədən salamlar, hər bir kəsə ehtiramlar. Gündüz yaranıb çiğ köftə, gecə yaranıbdır çiğ köftə. Gəl tarixə bir nəzər salaq ki, necə yaranıbdır çiğ köftə. Tarix deyir ki, bütpərəstliyin cövlan etdiyi bir vaxtda özünü Allah elan eləyən Nəmrud otururmuş taxta. Bütxanaya girib bütləri qırmış Həzrəti İbrahim Peyğəmbər. Nəmruda dindən zərbəni vurmuş Həzrəti İbrahim Peyğəmbər. Nəmrud bundan hiddətlənmiş, nifrəti o qədər şiddətlənmiş. Əmr eləyib ki, heç bir evdə yanmasın heç bir odun ocaq. Bütün odunlar bir tonqal üçün toplanacaq. Həmin o tonqala İbrahim atılıb yanacaq. Otsuz-bucaqsız qalan cəmiyyət düşünüb qərara gəldi nəhayət. Əti döyəcləyib yoğurdular, duzdan, ədviyyatdan, qataraq ətdən yeni dad doğurdular. O yanda tonqal cənnətə döndü, bu yanda çiğ ət ləzzətə döndü. Belə xəlq olundu çiğ köftə, bu tarixlə əlaqədardır çiğ köftə. Türkiye Orta Şərq mətbəxində bu gün də vardır çiğ köftə. Ətsiz çiğ köftənin tərkibi bulgurdur, pomidor və biber pastasıdır. Atabəy çiğ köftənin aşpazları qardaş bu işin ustasıdır. Soğan sarımsaq keyfinə bax, kimyon qırmızı biber istiyor, cəfəri nanə, həngamə. Dürmü də var, lavaşı da var, abaşı da var, bu başı da var. İzah elədik hazırlanma qaydaların, tibbi tərəfdən çox faydalıdır, gəl sənə danışım faydaları. Sinir sistemin qan dövranın qaydasına salır çiğ köftə. İmmunitetdən həzmə qədər, ümumi orqanizmə qədər qeydinə qalır çiğ köftə. Qaydasına salır çiğ köftə. Atabəy çiğ köftəyə gəlib, nuş elə gəlsin çiğ köftə. Nuş elə gəlsin çiğ köftə.